Yadına gəlir dənizdə necə qorxutmuşdum mən. Dəli olmuşdum, belə zarafat eləyərlər adamla. Banu, birdən doğrudan özü sevdim. Bir də belə söz demə. Banu, mən səni bir də ağlatmaq istəmirəm. Elə bir yenidən doğulmuşam. Yalansız, şərtsiz yanımdasın. Duru, biz bir də pis şeylərdən danışmayacaq, ancaq yaxşı şeylərdən danışacaq. Əsas odur sağsan, yaxşısan, yanımdasan. Mən kimi adam necə kövrətdir. Axırıncı dəfə Tom Jerry'yə baxanda belə kövrəlmişdim. Məzmərəm o Jerry'nin belə ilə dış. Can, darıxma, sən də öz Şakirova qovuşarsan balam. Belə Pike'nin acığına. Uşaqlar, hər şeyə görə çox sağ olun. Amma xahiş edirəm bu aramızda qalsın da nə olar. Heç kim bilməsin, yaxşı. Tural, sevən sevəni yaxşı başa düşür. Narahat olma, aramızda qalacaq. Deyirəm, Ban, sən halal deyirsən. Bu Tural sənin mənşə uduzdur, yenə də bir yerdəsiz. Stop, bir yan. Allah. Kökündən vurdum, ha bu dəfə patlattım. Uşaq qaldı bir məsələ. O Pərvizin dərsini vermək. Ala, Pərvizin dərsini verməyə qardaşımın beynində olacaq. Stop. Uşaqlar, mən dərs, oyun, razborka, mərcdə bu şeyləri istəmirəm. Bezmişəm valla. Mən gedəcəm Pərvizin üstünə, Pərviz gələcək mənim üstümə. Birini mən eləyəcəm, birini o eləyəcəm. Valla mən rahat həyatımı yaşamaq istəyirəm bundan sonra. Tural, özün Pərvizin xasiyyətini bilirsən. İstədiyini eləməsə əl çəkən deyil. Məncə görüş, üstünə get. Məsələni həll elə. Duru, məncə uşaqlar düz deyir. Bax, əgər bu söhbətin axırına gedib çıxmasan, mən hər dəfə narahatçılıq keçirəcəm. Fikirləşəcəm ki, görəsən indi Pərvizlə Tural neynədir. Nə olar? İkimiz üçün axırıncı dəfə bunu elə. Bizə borclusan, Murat, eləməlisən. Sənin söhbətində elə deyil. Biz də sənin yaxşılığını istəyirik də. Tak, deməli belə. Hamı razılaşdı. Əgər hamı razıdırsa, onda diqqətlə mənə qulaq asın. Bir dəfə göstərirəm. Yek kəlmə. Diqqətlə bax. Deməli... Hə, odur da. Odur. Hansı Murad müəllim? Demədim, İncigil Universitetində dərs deyir. Hazırlıq üçün tapmışdım, Həmin Murad müəllimdir də. Yoxsa onun İnci ilə nə işi var? Nə iş olduğu görünmür. Resepsiyondakı qız düz deyirmiş elə. Yo, bu da başqa məsələ var. Bu saat özüm danışarım. Hara gedirsən, Güya indi sorsan sənə düzün deyəcək. Yadıma gəlmir radar söhbəti. Necə fırlatdı. Xəyalə gidə qalmışam deyirdi. Quba yolunda çıxdı. Şəfa, nə demək istəyirsən? Heç də demək istəyirəm ki, sən İnci qızın bildiyin qədər saf deyil. Murad müəllimi də qəsdən pislədi ki, zibilinin üstü açılmasın. Ayda. Yatsam yuxuma da girməzdi. Gəlin görüm. İnci ilə müəllimi. Zakir, səni görüşmək istəyirəm. İşim var. O Murad müəllimdir, nədir? Onunla görüşmək istəyirəm. Onunla söhbət eləmək istəyirəm. Hə. Yaxşı, həlləlik. Sənin atanan yoxdur. Belə qız istəyirlər. Ağsaqqal, biz indi tanışdıq üçün gəlmişik. Həm də demək istəyirik ki, biz sizin qızınızın arxasındayıq. Valideynlərimə demişəm, gələcəklər. Əgər sizin də razılığınız varsa, Sima ilə evlənmək istəyirəm. Mənim sizə veriləcək qızım yoxdur, rədd olun! Mimi. Vüqar, sən çıx bir dənə. Çıx.
Ağsaqqal, biz həm bala kişinin xətrinə buradayıq, həm də nə olsa da bizim dostumuzdur. Biz dostumuzun həm səhvində, həm də düzündə yanındayıq. Səhvini də göstərdi. İnanın ki, o da çox peşmandır. Uşaqlar, mən görürəm siz qeyrətli uşaqlarsınız. Mənim sözüm sizə deyil. İnşallah siz də ata olanda məni başa düşərsiniz. Bu neçə gündə mən nə qədər stres keçirmişəm, neçə dəfə ölüb dirilmişəm, onu bir Allah bilir. Mimi, sənə qurban olum. Day olan olub, keçən keçib. Qızımız bir qələt də eləyib. O uşaq da qələt eləyib. Bax, uşaqlar deyir ki, Vüqar peşman olur. Əgər onlar elədiyi səhvi boyunlarına alırlarsa, biz niyə kömək eləməyək, ay Nimi? Əmin, əgər Vüqar səhvini başa düşməsəydi, nə olacaqdı? İkisi də bədbaxt olacaqdı, düzdür? Ona görə də məncə ən yaxşı yolu onları evləndirməkdir. Yaxşı. Amma indidən deyirəm. Bir də belə səhv eləsələr, daha məndən inciməyin. Narahat olmayın Ağsaqqal. Bundan sonra heç bir səhv olmayacaq. Daha aldıq da bizim işimiz qutardı. Biz gedək. Qalanını siz Vüqarın valideynlərini həll eləyərsiniz. Sağ olun. Allah xoşbaxt eləsin. Sağ olun. Sağ olun. Sağ olun. Nə oldu? Nə dedi? Dedi, bir də səhv eləsəm, məndən inciməsin. Yəni, razı oldu, hə? Çox sağ olun, uşaqlar. Mən ölümdən xilas elədiniz. Çox sevinirsən, hə? Hə də? Niyə sevinməyəsən ki? Qabağında oynatdığın qızı öz var-vad eləyirsən. Başını aşağı salma. Başını qaldır ki, elədiyin səhvi görüb utanasın. Onsuz da alıram da Simanı. Başqa nə etməliyəm ki? Almalıydın da. Almayıb nə edəcəksən ki? Bax, Vüqar. Mən sən xoşbəxt olmağı çox istəyirdim. Amma ən çox bir sən həbs oluram. Mən də oradaydım. Mən də gördüm o qızı qabağında necə oynadırsan. Bundan sonra hər dəfə o qızı görəndə başımı aşağı salıb utanmalıyam, hə? Mahir, səni bu işə qatdığım üçün bağışla məni. İncimə Vüqar. Bundan sonra dostluğumuz əvvəl kimi olmayacaq. Biz üzərimizə düşəni elədik. Yaxşı ol. Yaxşı ki, sizin evinizə getdim. Sağ olsun, Banu da başa düşdü. Başqa cür ürəyim rahat olmayacaqlar. Murad müəllim, bir dəqiqə. Zakir müəllim sizi çağırır. Tələbələrinizdən deyəsən İncinin atası gəlib. Sizinlə danışmaq istəyir. Nə məsələdir Zakir? Səndən soruşmaq istəyirəm. Mənim qızımla oteldə nə işin vardı?
Hər halda özündən soruşa bilərsiniz ki, mənim oteldə onun yanında nə işim var idi? Nə edirsən burada? İnci. Kızım. Müəllimin səninlə nə işi vardı? Murad müəllim məni rəfiqəm gilə apardı. Küçədə qalmayım deyə. Eğer bir problemin varsa kızım, mənə deyə bilərdin. Mən həll eləyə bilərdim. Zeynal, səbirsiz hərəkət edirsən. Biraz sakitləş. Biz də Murad müəllim haqqında bir şeyler fikirləşmişik. Ama sonra peşman olmuşuq. Siz səhv başa düşmüsünüz. Onun yerinə başqa tələbəm də olsaydı, eyni addımı atacaqdım. Zeynal müəllim, biz Murad müəllimə özümüzə inandığımız qədər inanırıq. Kızım, sen hele uşaqsan. Çok şeyleri bilmirsin ay kızım. Zeynal bəy, o bilə bilməz. Amma mən başa düşdüm sizə nə demək istəyirsiniz. Yəni, bir müəllim öz tələbəsinə kömək eləyə bilməz. Zeynal müəllim, Murad müəllim əvvəllər də bizim tələbələrimizə kömək eləyib. Gülşənə, Turala, siz belə şeylərdən narahat olmayın. Zeynal, bu senin aile məsələndi. Burada müzakirə eləmək istəməzdim. Ama bir mənə cavab ver görüm. İnci küçədə tək qalsaydı, ondan olacaqdı. Sen hele Murad müəllimə borçlusan ki, İncini küçədə tək qoyub getməyib. Murad müəllim. Bağışlayın Murad müəllim. Sizi orada görəndə ürəyimə çox şey gəldi. Bu saat onların elə vaxtıdır ki, xəyalları göylərdə oynayır. Daha mənim heç kəsə etibarım qalmayıb. Zeynal, indi qane oldu. Ürəyində bir şey qalmadı ki. Hı? Murad müəllim, siz gedə bilərsiniz. İnci, kızım sen de git. Sağ olun. Murad müəllim. Bundan sonra ailemin yakın adamısınız. Ben size borçluyum. Bir vaxt elin evimizə keçin, süfrəmdə oturun. Bundan sonra kızlarımın xeyir işini de sizi çağıracağım. İnci kızım, akşam səni evdə gözləyirəm. Dedim axı, rəfiqəm gildə qalıram. Evə gəlməyə fikrim yoxdur. Zeynal müəllim. Məncə İnciyə biraz vaxt verin.
Öldürdün mü? Öldürdün. Banu'ya göre öldürmeliydim ha? Öldürdüm. Öldürdün ha Tural. Hadi. Neyine bilerdin ki? Banu'nu sevirdin axı. Banu'nu sevirdin axı! Başka yolu yok idi, yok. Yok idi başka yolu. İndi kişi ol. Get onlara her şeyi olduğu kimi de. De. Pervez. Nasıl oğlum? Yaxşısan? Her şey yaxşıdır. Axır vaxtlar gözümə yaxşı dəymirsən. Yox, hər şey qaydasındadır papa. Narahat olma. Bala kişi hələ oteldə qalarsan ha? Gözümə yaxşı görünürsən ha? Mahir sağ olsun, şərait yaradıb. Amma gərək gedim kirayə ev axtarım. Uşaqlar, sizə bir söz demək istəyirəm. Mən Tural... Tural? Kim? Sağsan ölməmsən? Pərviz yaxşısan sən? Ölmüşdü be ya. Öt. Yazıq uşaq. Hər yerdə Turalı görür. Pərviz. Pərviz. Tural ruhu da izləyirsən. Mən sən zaman görsənsə, 5 manat vermişdi amma hava eləsində onu sən mənim zaman. Mən mırtdaşırsam əylə görmürsən Turalı. Başım qarar. İndi sən partada oturub hə? Dəli doğum. Pərviz. Tural. Pərviz. Yaxşısan. Al özü gəl. Yaxşısan Pərviz. Səncə burada Tural var. Burada üstümə gəlir. Ana burada heç kim yoxdur. Tural var burada. Aa, Tural. Haralardasan? Necəsən? Yaxşıyam apa. Narahat olma, ölməmişəm. Həmişə oyunu sən oynayaq istəyirsən ki. Dedim biraz da biz oynayaq. Sən mənim sağ. Necə ideyadır? Qardaşın idi bana onu. Necə fikirləşmişsən? Məndə nə özün yox? Külada görmüşəm də. Çək, sənə külada görmüşəm. Öldürmüşsün məni. Dedim. Özü görmədi. Ana qurban olar sənə. Hardasan mənim balam, hə? Necəsən, yaxşısan? Mən? Hə, Turalı görürsünüz də siz. əlbəttə görürəm. Nə olub ki, sən yaxşısan Pərviz? Elə də. Keçin, əyləşin, dərsinizə başlayırıq. Buyurun.
Fərruq əmim, Gülşəni də apardın. İndi nə istəyirsən? Bu Gülşəndə qalmışdı. Gedəndə var dövlətini də apararsan. Çox cehiz deyirdin. Satıb borcunu ödəyərsən. Mən var dövlətimi aparmışam. Onlar mənə lazım deyil. Özü də adın kişi qoyub ortaqlı gəzmə. Bir dənə uşağı da geri yeriyənmədin. Sən Hava xanım, necə razı oldun? Necə ürəyin yanmadı sənin? Ha? Öz uşağıma görə deyirəm, mən sənin uşağına görə deyirəm. Vallahi xəbərim olmayıb Fərruq qardaş. Xəbərim olsaydı dilini kəsərdim o sözünü deyən yerdə. İndən sonra istəyirsən kəs, istəyirsən kəsmə, özün bilərsən. Amma bugündən sonra qolumçuluq bitdi. Nə xeyrimizə, nə də şərimizə gəlin. Başa düşdünüz? Kişi. Uşaqlar, ay uşaqlar. Nə var ağa? Bir dənə bal satıram, bal deyilim yoxdur, baba. Yaxşı, alay. Mənə bax, o xaris baldır, yoxsa imtihan baldır? Bizim bir dənə balımız var da, Aydan. Baldır da bu qız da. Hops. Tombik, mən də deyirəm səndə bu şirinlik hardandır. Tış. Səndə səviyyəsizlik hardandır? Məndə də oradan. Başa düşdün məni? Nəsə, fikri ciddi olan var? Yəni bal, qəşəng baldır uşaqlar. Mənim, sizin fikriniz ciddidir? Mənim fikirlərim həmişə ciddi olur. Doğrudan deyirsiniz, qısqayıt müəllimə. Ala, həri. Onda mama deyim gəlsin də. Hara gəlsin? Mamana nə deyirsən? Deməyim mama. Nə olar onda ikimiz gedək oturaq, qəşəng söhbət edək. İkimiz də böyük uşaqlarıq, hə? Qısqayıt müəllimə, siz nədən danışırsınız? Mamandan... Çaşdırdın məni? Şeydən də baldan, nədən danışacağım? Hə, baldan danışırsınız, hə. Yaxşı edirsiniz. Yaxşı baldan ancaq. İstəyirsiniz? Hə, istəyərdim bir banka. Apar qoy otağıma, mən də otaqdan keçəndə pulu göndərərəm də uşaqlardan biri ilə, yaxşı? Baş üstə. Gördünüz? Balı aldı məndən. Bilirsiniz nə deməkdir o? Yəni bu balı alıram, mamam bizə elçi gəlsin. Şifrəli söz deyə bu, kül başmasın. Allah şifrəli, mənə bax, sən hardan bilsən ki bu bal xarisdir? Görmüsən arıları bu çiçəkdən üstünə qonsun? Atfisatsan? Ha? Yox, arıları atfisatsan sən? Danışırsan, WhatsApp-san. Sən nə qoyun adamsın, ha kişi? Adu da biznesmen qoyumsan. Gətir onsa borcu qaytar. Qadan alım, Tombik, sən başqa dönüm. Maşallah gör nə qədər qaz var. Qazda geçsin bir-birimizə hamısı. De maşallah, ucdan tutma hamısı qazdır. Hələ o balı yoxlamaq lazımdır. Mənim nəsə ondan gözüm su içmir. Sponge? Bu beçə balıdır, kənd balıdır. Ha, nə beçə balı kişi? Əmələ başı şəhər balıdır bu. Özə şəhər arıları var ha, onlar qonur bunun üstünə. O güllər zadlar var ha, oradan çəkirlər. O Targovda güllər var oradan. Gül sən təpəmə, yandırdın özünü. Xaris balı, kənd balı orada. Görün. Buyur. Yəni, tipi şeyin yapına bax. Bir dəvə göstərim, ada göstərməyəcəm. Bir deyir gələ. Rəngin dəyişdi. Qardaş, qaşıq da rəngin dəyişdi. Bir insan həyatını dəyişər, amma bal rəngin dəyişməz.
Maşenika bax. Balı soxuşdurub bizə. Buradan bura bizi avladır. Elə tombik də rəngin dəyişdi. Buna baxayım, fikir versin. Qız qayıt müəllimə. Məni də aldatdılar. O Kənan dayı aldatdı. Dedi qəşəng baldı. Can, yazıq Tombik. Amma məncə də Tombikin bir günahı yoxdur. Yazıq neynəsin? Arılar alladıq da bunu. Gördünüz? Oğullar necə ana doğub, analar necə oğul doğub. 2 dəqiqə bildim ki, bu maşenikdir də. Eləmə də bunu. Kaş bir ana mənə də bir oğul doğardı. Bu Rüstəmdən canım qutarardı. Kaş. Rüstəm kimi oğuldansa 2 dənə şikəs ördəyim olsaydı bundan yaxşıydı. Ala bu vərəm olacaq. Sən nə axmaq adamsan. Hə? Sənin əlindən mən bir dəfə qız qayıtla söhbət eləyə bilmərəm düzəməli. Sizin əlinizdən mən subay qaldım. Xəbəriniz var? Bəs üstündə bəxtimi bağlamısınız. Lüks həyat buna deyirlər, hə, balaç. Keyfdəsən, ha, öz aramızdır. Sağ olun uşaqlar. Həmişə yanımdasınız. Qaqa, özün həmişə demirdin, mənim dostlarım belə, qrup yoldaşlarım elə. Eləməlilər də. Narahat olma bala kişi, biz həmişə sənin yanındayıq. Başa düşmədim. Hamınız nə yığışmısınız burada? Durun gedin də. Xəstə yanına gəlmişsiniz. Xəstət də görmüsən, hə? İcazə verin istirahatimizi eləyək də. Oxşamadı da mənə. Bizim bir qonşumuz var, mehman, uzun, çox danışan. Elə onu oxşayıb. Demək istəyir ki, yəni sevinirik, yaxşı ki gəlmişsiniz. Nədir Nüsrə? Nəsə sözdə adam oxşayırsan, hə? Mahir, bu qırılmışlar mənə kirayədən atıblar bayrağa. Qalmışam belə, bir dənə olsaydı. Mən neyim? Sən şeydə, bu Balakişinin yanında bir dənə bomba otağı görmüşəm. O, dizqoş elə də qardaş var. Başqa? Kənana borcum var, tükana. 300-400 manat gör, şey eləyə bilərsən. Keçir bə. Ağıllıdır da. Ay, bala kişi. Elə, onu deyəcəkdim, mesela. Şeydir, bu... Açığı pulun qutarıb da, bu... Otaqdan bugün çıxmalısınız. Yəni, istəyirsən atava denən nəsə bir şey fikirləşə bilsə. Sağ ol Mahir, sən əlindən gələn eləmişsən. Görək, nə kirayə evardan tapırıq. Narahat olun, mən də indi evlərə baxacam, görüm münasib nə tapa bilirik. Gidə sənətdə həll eləyək. Gidə. Gidə. Uşaqlar, bəlkə balıq kişi bizdə qalsın elə. Onsuz da 4-cü adam axtarırdıq da. Ay sağ ol, adam, amma balakişi yox. Heç mənim də ağlıma gəlməmişdi. Yaxşı fikirdir. Hala yox, rədd edəyim, balakişi lazımdır. Niyə? Necə niyə? Şeyd də, kətçinin biridir o. Hə, bambalı. Sən özün hardansan? Mən şeydən, mən də kətdənəm də oradan. Hala yox, gəlməyəcək o, sən öl, gəlməyəcək. İndi niyə? Arıqdır, tüllü toxşayır, əlinə nə keçir yeyəcək də, hə? Bilmirəm. Sən çox gömbulsan axı, iştahın da elə zəifdir. Mən gömbulum, mən də arğam. O yox, askı taxır da, elə biləcəm meşəbəyi zaddır. Bütün gün başımızın üstündə dayanacaq, elə biləcəm kirayə pulunu istəyir. Yaxşı, deyək ki, askisi var. Amma qabaqda imtahan da var. İmtahana hazırlaşmaq da var. Fikirləş də, maymaq. Hala, papazanı, ölsün balakişini istəməyənlər. Zarva deyirdim, yoxlayırdım özüm sizə.
Düz deyiblər, ağıl yaşda deyil, başdadır. Hər yaşın öz gözəlliyi var. Atabala hazırlaş, paltar arayaq, görək nə edirik. Narahat olmayıb ola kişi. Sənə qəşəng bir sürprizimiz var. Nə sürpriz? Bala kişi, biraz səbirli ol. Bir söhbət var, onu danışaq. Sonra sənin ev məsələvi həll eləyəcək. Narahat olma. Hələlik dincəlin, biz gedək. Gedək. Sağ olun uşaq. Mən neyinirsən? O görmürsən, hə? Buradan çıxanda gələ hamısını yığasan. Pulun verməmişik, brat. Pulu ilə deyil. Pulu ver ki, Instagrama. Görməmişsən ki, görməmiş da. Burada da gəldin bizi biabr elədin. Qoy hamısının yerinə, hamısının yerinə qoy. Allah bizi biabr eləməsə ki, görürüm mən. İstədi özümün, istədi. Uşaqlar, sizi bura çağırdım ki, Pərvizlə aramızda olan söhbəti bağlayaq, siz də şahid olasınız. Əqaş, mən bir şərtlə şahid deyilirəm ki, sizin toyunuzda nikah şahidimə olum. Sənəm... Pərviz, sən mənə qəbristanlıqda doğrudan öldürsəydin, nə olacaqdı? Məni ora sən çağırmışdın. Ona görə olacaqları da bilməliydim. Mən səninlə bıçaq söhbət eləməmişdim. Özün məni vadar elədin. Necə adamsınız? Biriniz demədiniz ki, sağdır. Mənim o halımda hamınız rahat-rahat gəzirdiniz. Sən necə rahat vurdunsa, biz də elə rahat gəzdik. Hə, mən onu vurmamışdım. Biz bir damcı zarafat elədik, sən az qala ölürdün. Öndə ciddi eləsəydik, nə olardı? Hələ sən Allahına şükür elə ki, biz zarafat eləmişik. Yaxşı, brat. Uşaqlar, biz hamımız bir qrupda oxuyuruq. Bir-birimizlə dalaşmağın mənası yoxdur. Əksinə, bir-birimizə dayaq olmalıyıq. Qulasın. Hər iki tərəfin səhvi var. Sən də Tural, sən də Pərviz. Ona görə bu söhbəti bağlayaq. Bundan sonra mehriban olaq. Qız bizim qrup yoldaşımızdır. Bundan sonra da elə qalacaq. Onsuz elə bir hərəkət eləmişik ki, üzümüzə baxmır. Elə bir hərəkət eləmişik ki, heç baxmayacaqdı. Biz ora getməmişik, bu söhbətdə olmayıb. Mən bu söhbəti burada bağlayıram. Məncə tərslik eləyirsən. Atan evdə səni gözləyir. Nigarandır. Dur get evə. Mənim tək ailəm sənsən. Mən də ailəmin yanındayam. Yaxşı. Sabah bundan pis hadisələr baş versə, mən sənin atava nə cavab verəcəm? Cavab verməyəcəksən. Çünki pis üçün olmayacaq. İnsan qarşısına çıxdığı çətinlikləri adladıqca
bütün qorxularımın üstünə getdikcə, həyatın hər üzünü gördükcə, onda həyatı da dərk eləyir. Ailəni də. Mənə biraz vaxt ver. Qoy durum qıraqdan baxım. Qərar verənə qədər də uşaq olmaq istəyirəm. Vaxtından gedir. Qardaş, qaranlıq deyil nəsə. Uşaqlar belə pis çıxmasın, bura haradır? Bura sənin xəyallarındakı fermatda. Quziyeva, Quziyeva. Başa düşmədi, bizi qoyunuq. Qoyun da varsan, hə? Nə oldu bala, yedin ala mənə, nə oldu bala? Bala kişi, bura bizim kiraya qaldığımız evdir. Siz də burada qalacaqsınız. Uşaqlar belə əmələ gəlmir, nəsə. Bir gün orada, bir gün burada, bir gecə qışı döyürük belə. Kim dedi bir gün? Biz elə 4-cü kirayın işini axtarırdıq. O da sən. Nə problem var ki? Sağ olun. Xoşuma gəlmir. Zarafat edir, istəyirik. Başımdan böyük Belə. Eldar, nə yaxşı gəlmisən. Sağ olmuşlar, gəlin çıxın da. Bu dədə, nə yaxşı bizə deməmiş gəlmisən. Sürücü gəldi, mənim də imkanım oldu. Dedim gəlin bir 2 günlük sizi görüm də. Biz yaxşıyıq Eldar, çox yaxşıyıq. Sən işində ol. İşində ol. Anam düz deyir, sən işində ol. Nəyi düz deyir, Arvad elə bil məni evdən qovursan, Xeyr ola, hardan gəlirsiniz? Gülşən hanım. Yenə nəsə eləyibsiniz qıza? Küsüb gedib eləmə evlərinə. İndi atam səni göndərib. Ged ona denən gəlməyəcəm. Ay qız, atamın öz qızı yanındadır. Sən nə ilə lazımsan? Sən nə inir ki? Onda niyə çağırmırsan? Çünki özün ögeysən, mənə də ögey çıxartmaq istəyirsən. DNT testi elədim. Gəldim səni sübut eləyim ki, ögey olan sənsən, mən yox. Deməli sən də inanmamısan. Gedib test eləmisən. Ay qız, mənim bir qram da şübhəm yoxdur. Sənin ağzını yummaq üçün elədim. Cavablar da hazırdır. İndi bir rəqəmlik səsin kəsiləcək. Ola bilməz. Tıra, filmdə ən çox yadında qalan səs hansı oldu? Heç bir. Ay yalancı, bəs deyirdin 100 dəfə baxmışam, əzbər bilirəm filmi. 100 dəfə baxmışam, əzbər bilirəm filmi. Amma filmdən daha maraqlı biri var idi yanımda. Kim idi o? Var idi də bir nəfər qız var idi. Gözümü ondan çəkə bilmirdim.
Hə. Hə, sizin istədiyiniz kinonu yığışdırıblar da, boş-boşuna gətirəcəriz məni bura. Yaxşı. İndi o qız sənə icazə verir. Film izləyəndə gözünü ondan çəkə bilərsən, amma filmə onsuz gəlmək yoxdur. O qıza dinən ki, mən razıyam. Bundan sonra bütün filmlər onunla gələcək.